sabahları çox böyük bir komandaya qarşı oynayacağım. Bunun fərqindəyik. Sabah oyunda çox inamlı, çox mübariz, həm səbirli olmalıyıq. Bilirik ki, bu oyunun mahiyyəti nə qədərdir. Sabah Azərbaycanın gözü bizdə olacaq. Buna baxmayaraq komanda olaraq çox rahat oynamalıyıq. Komandanı analiz eləmişik. Mənfi və müsbət tərəflərini bilirik. Biraz fərqli sistemdə oynayırlar. Sabahki ani bir səhv, komandanın çox güclü futbolçuları var. Hər şey həll edə bilərlər. Ona görə çox diqqətli olmalıyıq. Belə ümumilikdə götürəndə isə komanda olaraq oyuna hazırıq. Bu qədər. Düşünürəm ki, bu günləri olan mənfi tərəflərini danışmasam yaxşıdır. Sabah oyunda onları göstərsək daha yaxşı olar. Amma yenə deyirəm, komandanı analiz eləmişik. Fərqli bir sistemdə oynayırlar. Oyunun davamında çox yüksək presində oynayırlar. Bəzən də boşluqları olur. İnşallah ki, sabah da bundan istifadə edə bilərik.